Bugün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə biz Şuşada növbəti beynəlxalq konferansın iştirakçılarıyıq. Deyim sizə ki, artıq neçənci dəfədir ki, Yeni Azərbaycan Partiyası yaxın, uzaq, dost ölkələrin siyasi partiyalarının nümayəndələrini, rəhbərliyini bir araya gətirir. Dünyanı narahat edən məsələlərə, xüsusilə qlobal problemlərə regional cavablar axtarmaq üçün platforma yaradır. Mövzumuz da elə demək olar ki, bu istiqamətdədir. Mən düşünürəm ki, qarşıya qoyulan məqsədə çatdıq. Biz açılış və 3 panel sessiyada iştirak elədik. Kifayət qədər maraqlı mövzular müzakirə predmeti idi və hər ölkənin nümayəndəsi öz ölkəsindəki bu istiqamətdə bizə vermək istədiyi məlumatlarla yanaşı Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, xüsusilə Qarabağ zəfəri və ondan sonra sülh quruculuğu və yenidən qurma, bərpa və qayıdış prosesi ilə bağlı öz fikirlərini və mövqelərini ifadə edirlər. Həqiqi mənada insanı sevindirir. Azərbaycanın öz gücünə, öz imkanlarına, xalqının fədakarlığına, liderinin qətiyyətinə və inadlı, ləyaqətli mübarizəsinin nəticəsinə olan münasibət onu göstərir ki, ölkələr ölçüsündən asılı olmayaraq, əhalinin sayından və iqtisadi, hərbi imkanlarının asılı olmayaraq, bir olduqda, bir yumruqda birləşdikdə ən çətin vəzifələri belə yerinə yetirmək asan olur. Bir halda ki, uzun müddətli münaqişəyə son qoyulur və onu da vurğulayım ki, burada iştirak edən ölkələrin bir çoxunda hal-hazırda münaqişəli vəziyyətlər davam edir. Ona görə də bu təcrübə həm münaqişənin həlli, həm də ondan sonraki quruculuq prosesi siyasi partiyaların gündəliyində, onların fəaliyyət istiqamətində yer alacağına əminlik yaradan fikirlər səsləndi. Çünki hər kəs bu təcrübənin unikal olduğunu, eyni zamanda bütün münaqişələrin aradan qaldırılması üçün yaxşı bir örnək olduğunu vurğulayırlar. Bu da bizi sevindirir və əlbəttə ki, Azərbaycanın dostlarının, Azərbaycanın tərəfdaşlarının dairəsi genişlənir və bu sıraya Yeni Azərbaycan Partiyası siyasi partiyalarla münasibətləri iki tərəfli və çox tərəfli formatda artırmaqla öz töhfəsini verməyə çalışır. Ona görə də bugün burada olmaqdan çox sevincliyəm. Bütün Azərbaycan vətəndaşlarını, həm soydaşlarımızı, bütün dünyada yaşayan Azərbaycanlı, sülhsevər insanları təbrik edirəm. Arzu edirəm ki, hansısa bir çətinlikdə olmuş ölkə xalq varsa, mütləq onlar qurtuluşa nail olsunlar.